Hər vaxtınız xeyir olsun dəyərli tamaşaçılar. Telefitnesin bugünkü buraxılışı Texnojimin showroomunda olacaq. Səbuhi Hüseynovla birgə çox funksiyalı Yonika trenajorunda yerinə yetirilə bilən hərəkətlər toplusunu danışacağıq. Ətrafında dayandığımız idman qurğusu Texnojim şirkətinə məxsus olan çox funksiyalı Yonika idman qurğusudur və biz bugün Səbuhi müəllimin köməyi ilə məhz bu trenajorda ümumilikdə nələri eləyə bilərik və bu trenajor nə üçün var, ümumi olaraq hərəkətlərə də nəzər salacağıq. Səbuhi müəllim bizi təlimatlandıracaq. Salam Sahib müəllim, salam hörmətli izləyicilər. Bəli, bildiyimiz kimi bu ev üçün nəzərdə tutulmuş çox funksional idman alətidir. 25 fərqli hərəkət, 60-dan çox əzələ qrupu. Yəni öz üzərində cəmləyib, fərqli hərəkətlər üzərində cəmləyib. Biz burada bütün o fundamental hərəkətləri eyni vaxtda icra edə bilərik. Və ya belə edə bilərik və ya fərqli şəkildə də edə bilərik. Aydındır. İstədik ki, istehsal bəli, 1983-cü ildən bugünə kimi istehsal olunur və Texnojimin istehsalında olan ən birinci idman avadanlıdır. Böyle ev üçün nəzərdə tutulub, amma faktiki idman zallarının müəyyən personal otaqlarında və ya rezidentlərin, otellərin belə bir personal otaqlar varsa, orada istifadə oluna bilər. Bəli. Yəni görünüşünə də baxanda siz görürsünüz ki, burada çox sayda Səbuhi müəllim dediyi kimi hərəkətləri yerinə yetirmək olur, tam funksional olaraq və insanlar bunu şəxsi olaraq alıb öz evlərində də rahatlıqla istifadə edə bilərlər. Mən istərdim siz deyəsiniz ki, biz burada nədən başlayaq? Yəni seçim çoxdur. Seçim çoxdur, bəli. Yəni əzələ qrupunu seçib birinci yuxarı bədəni işləyə bilərik, ondan sonra aşağı ətraflara keçə bilərik. İlk öncə daha çox bildiyimiz bu aksesuar dəstindən istifadə edəcəyik burada və aksesuar setindən əlavə biz yəni öz şəxsi ürək döyüntülərimizi məşq prosesi vaxtı izləyirik və ona görə də ürək bandından istifadə edib planşetdə öz məşq prosesini diqqətlə izləyərik. Siz zəhmət olmasa orada davam et düyməsini basarsınız. Vəssalam, artıq hazırdır. Və lət barı birinci götürək. Bildiyimiz, bəli, kürək məşqi üçün gəlin birinci əzələ qruplarını, kürək hərəkətlərini göstərək, ondan sonra digər fərqli əzələrə keçərik. Çəkisi 5 kiloqramdan minimum, maksimum 90 kiloqrama qədərdir. Biz başlanğıc üçün 30 kiloqramı qoyuruq və boyumuza uyğun olaraq tənzimləyirik. İlk hərəkət Lət pulldan hərəkətini lət pulldan icra edirik. Lət pulldan hərəkəti və ya bunu dəyişə bilərik. İçəri şəkil, içəri tərəfindən tutarıq. Yəni evdə lazım olan, yəni idman zalında elədiyimiz bütün hərəkətləri, bütün avadanlıqların üzərində 1,5 metr kvadrat ərazidə, 1,5 metr kvadrat ərazidə biz bu hərəkətləri tam hamısını bir yerə sığışdıra bilərik. Biz yeri dəyişdik. Yəni əllərin tutumunu tam fərqli şəkildə eləyə bilərik. Bəli, tozadan istifadə edərək, yaxın enli, içəri. içərdən. Sonra bunu dəyişirik. 1,50 şəkildə, ona sizdən götürün burada. Bu. Biz rahat olsun deyə biz dizlərimizi keçirdik, qalxmasın.
bir əllə də hərəkəti davam etdirə bilərik. One handle grip və yerini dəyişdik. Biz kəndir aksesuarından istifadə edib burada hətta plover hərəkətində yerinə yetirdik. Bəli. Ona da keçirik. Plover hərəkəti və ya biz digər başlıqları yerinə qoyulub. Yenə. Hissiyat necədir siz özünüz? Hissiyat, siz bir yerdə məşq edin. Özünüz tam hiss edəsiniz. Çünki burada bildiyimiz yüklənmələr standart izotonik yüklənmələr. Yəni hipertrofiya üçün yetərincə kifayət edir. Çünki maksimal kiloqram 90 kiloqrama qədər. Nəyə görə mən bunu sizə soruşdum? Bəli. Çünki insanlar biraz baxmayaraq ki, idman zallarında tək-tək görürlər. Məsələn, 10-15 sayda kürək məzələsini əhatə edən o hərəkətlər, trenajyorlar. Deyirlər ki, yox, biz bunda nə hiss edə bilərik ki, bizə lazım deyil. Hər hansı bir ştanga və ya qantel vasitəsilə riskli, zədə riskli hərəkətlərə daha çox üstünlük verməyə fikirləşirlər, amma elə deyil. Biz də hərəkət gördüyünüz kimi artıq biz 3 hərəkəti yerinə yetirdik və digər hərəkət var. Biz burada da göstərə bilərəm. Mənim təkcə yuxarıdan daxma hərəkətləri deyil, aşağı tərəfdən də row hərəkətlərini biz bu aksesuar vasitəsilə yerinə yetirə bilərik. Trenajyor o dərəcə çox funksiyalı ki, hər bir yerinə istifadə etmək olur, fərqli hərəkətlər. Yəni, çəkini yenə nizamlayırıq. Düz, qaməti bel içəri şəkildə, sinə açıq şəkildə. Artıq hiss eləməyə başlayır. Yəni, bu deyil. Təbii olaraq. Bəli, düzgün şəkildə bel içəri, sinə tam açıq, biraz ayaqlarımızın üstünə yüklənirik, göbəyə tərəf. Artıq hiss eləməyə başlayır. Bu hərəkəti və ya təkli formalı da yerinə yetirmək olur. Təkli formalı. Yəni, aksesuar olduğundan sonra bütün hərəkətləri istər kürəyin yuxarıdan işlədiyimiz zaman, istər aşağıdan işlədiyimiz zaman. Yəni, köməkçi kimi bu əli qoya bilərik bura. Və bir əllə bir əlimizi qoyduq, köməkçi kimi bel içəri vəziyyətdə. Bu şəkildə yerinə yetirə bilərik. Artıq kürək əzələsi üçün 5-6 hərəkət artıq icra etmiş olduq. Aydındır Səbuhi müəllim, növbədə bizim digər bir əzələ qrupuna aid olan hərəkətlər gözləyir. Bu əzələ qrupu böyük döş əzələsi, bəli. İndi sinə əzələsi dediyimiz hərəkət. Qaldırdıq. Mən burada bu götürmədə problem olmasın deyə adətən maksimal dartılmaya məruz qalır, zədələnmə olmasın deyə bu sistem var, easy start sistemi. Yəni, biz bunu ayaqla qaldırdığımız zaman gəlir bu ki, döşümüz nəsə bir zədələnmə olmasın, dartılmaz. Və ya ayaqları yaxın şəkildə uza bilərik və ya bu şəkildə saxlaya bilərik ki, bitmə nöqtəsində yenə ayağımızı qaldırırıq. Buraxaq. Tam öz yerini alsın. Standart bildiyimiz chest press hərəkəti. Hansı ki, idman zallarında qantelər vasitəsilə və ya ştanga vasitəsilə uzanacaqda icra elədiyimiz bax bu hərəkət. Elə müəyyən chest press trenajyorları da var. Hansı ki, elə Termojimin öz gözəl trenajyorlarını biz çəkmişik artıq tam əhatəli şəkildə. Bu bizim ilk hərəkətimiz. Bu yerinə aldı. Beyninin inkişaf üçün. Fly işləyərkən necə? Yəni bu hərəkətdə də hissiyat Hissiyat mən baxarkən onu hiss edirəm ki, yəni tam olaraq
Əzələrin stres yüklənməsi təmin olunur. Yüklənmə bax əslində maksimal açıq şəkildə olduqda burada easy start sistemi burada da var. Çünki biz götürdüyümüz zaman yüklənməyə məruz qalmır əzələ. Biraz boşluq yaranır. Ondan sonra yüklənməyə istəyirik. Bu belə deyim də absorpsiya eləyir müəyyən o başlanğıc və son nöqtədə maksimal izotonik yüklənməni. Sıxır. Nəfəs. Standart konsentrik, eksentrik yüklənmələri eyni, hamısını burada da digər alınanlıqlarda olduğu kimi hiss edirik. Daha sonra biz yəni bu başlıqdan istifadə edə bilərik. Yəni bu şəkildə durub front deltoid deyil, biraz yana şəkildə durub daha çox birləşən yeri hiss edirik. Normalda crossover vasitəsilə yerinə yetirdiyimiz. Sadəcə biz bucağı dəyişməklə əzələyə düşməklə dəyişirik. Çox sadə. Həm yenə xırda istəyir. Nüanslar, yenə xırda nüanslar var. Amma bunu siz hər hansısa bir dost və ya tanış, peşəkar məşqçinizdən məlumat kimi əldə edə bilərsiniz ki, belə bir qurğunu əldə eləmişəm. Burada nəyi, hansı formada, necə işləsəm daha keyfiyyətli olar. Və yuxarı tərəfdən bir-bir də edə bilərik. Yəni bu iki tərəfli olmadığına görə yan tərəfdən. Biz yaxın durduq. Artıq həm bizi vurduğumuz zaman həm də hiss edirik. Və ya yerimizi dəyişdik, əks tərəf edirik. Sayın digər kürək əzələləri qrupundan biz seated row, amma oturaq şəkildə burada edirik. Avadanlığın özünə aiddir bu. Romb şəkilli əzələ və trapesiya şəkilli əzələrin bir hissəsi daxildir. Sadəcə beli düz saxlayırıq. İcra zamanında artıq burada əzələlərin necə gərgin vəziyyətdə olduğunu görürsünüz. Və oturacağı biraz qaldırırıq. Biraz aşağı hissəyə yüklənirik. Artıq enli kürək əzələsinin daha yaxın hissələrini, onurğa yaxın hissəsini hiss edə bilərik. Və digər hərəkətə keçid alırıq. Qollar və çiyin, belə deyib. Yenə yerimizi aldıq, blokdan çıxardıq. Sadəcə yüngül çək qoymuşam ki, rahat göstəriş üçün. Biraz qabağa gəldi. Yaxın tutarkən biraz həm də travmanın qarşısını alırıq burada, bu şəkildə tutarkən. Zədə riskləri də belə deyərdik ki, bu qurğu vasitəsilə yerinə yetirən hərəkətlər zamanı minimum olur. Çünki tənzimlənib, yəni sərbəst ağırlıqlar yoxdur, belə deyərdik. Bəli. Sürüşməsin deyə
adətən belə düzdür. Keçən mövzularda da demişik, bu şəkildə eləmə, biləyə düşsün deyə, güclənmə olmasın. Ona görə də bu sürüşməyən materialdan hazırlanır ki, birdən kimsə bu şəkildə tutub etmək istəsə, amma düzgün deyil əslində. Rahat olsun deyə tutmaq istəsin. Bunlar yapışqan materialdandır, əldən qaçmır. Yaxşı olar ki, belə şəkildə eləsin. Bir çiyin hərəkəti, növbəti bayaq göstərdiyimiz. Fikir verin, bir aksesuar vasitəsilə bir formada işlədiyimiz zaman artıq yönümüzü dəyişmək şərt olmaq yönündə belə deyərdik ki, bir neçə əzələ qrupunu fərqli şəkildə işləyirik. Tutuşlar burada önəmlidir, hərəkətin ümumi trayektoriyası önəmlidir. Front belt, yenə sadəcə bucağı dəyişirəm. Bəli. Əlinin yerini. Şeyinin yan əzələsi, yan hissəsində daha doğrusu. Çox gözəl şəkildə istəyirəm, öz üzrə Bəli. Siz hərəkəti icra eləyərkən artıq bilir ki, bu keyfiyyətli şəkildə baxaq. Təbii olaraq, tutacaq əgər varsa, enli, qısa və ya içərdən, çöldən aksesuar kimi bu kabel vasitəsilə trosda, yəni belə deyərdik, fərqli tuşları yoxlaya bilərsiniz. Ya, biraz da əyilib, biraz qısa rom götürür. Mən belə düşünürəm ki, ümumi olaraq upper body məşqləri belə olsa, yerinə yetirəcəyimiz bu hərəkətlər bizdən nə qədər zaman alır? 40-45 dəqiqə ərzində. Rahat bildiyimiz, bəli, adi bir fitness zalında keçirdiyimiz bu məşqləri toplayıb burada edə bilərik. Onu da nəzərə alaq ki, siz fitness zallarında növbə gözləyirsiniz, istər-istəməz və ya hər hansısa bir mövzuya mı başınız qarşı belə deyərdik, saat yarımı yəni aşıb gedir, amma bu... Yəni keçid alırıq, digər zal da belə ola bilər. Amma 1.5 kvadrat metr yer sərfi. Təbii olaraq, yer dəyişmə olmadan bax bu qurğu vasitəsilə funksional məşq hərəkətlərini yerinə yetirirsiniz. Deməli, bazunun 2 başlı 3 başlı əzələsindəyik. Bu hazır gördüyünüz Scott bench bildiyimiz hərəkət. Görünüşü artıq diqqət çəkir. Bəli, oturduq. Və ya bu bencin özündən istifadə edib öz qantel setimiz varsa, çəkic malatok dediyimiz bu hərəkətdə yerinə yetirə bilərik və ya elə bir-birdə biraz ayağa qalxıb. Yəni adamlar bu hərəkəti ayaqüstü edir, komfortlu olsun deyə. Amma heç bir halda bu ayrılmamalıdır. Triceps əzələsi və qoltuq altı tam oturaq şəkildə olmalıdır və çiyin qabağa gedib gəlməməlidir. Tam oturdu, yerini aldı. Yəni qısa amplitudda bəs edir bu hərəkəti yerinə yetirmək üçün. Şərt deyil, tam açsın, bu şəkildə dartsın. Aydındır, set olaraq siz bunu elə 8 və ya 12 set yerinə yetirsəz, kifayət edir ki, biz hammer curl və ya biceps curl hərəkəti ilə tamamlaya bilərsiniz qol məşqinizi. Qolun ön əzələsi daha doğrusu. Bildiyimiz bir əllə də yerinə yetirə bilərik triceps. Bu şəkildə. Və ya kəndir tutacaqlı aksesuarınız varsa, ona istifadə edərək qarşıda dayanıb, yenə də bazonun üst başlı, yəni triceps dediyimiz əzələni işləyə bilərsiniz. İkisini bir yerdə aksesuarı götürün. Alət bardan istifadə edib. Bəli, qısa triceps barlardan da istifadə edə bilərik. Elə bunun özündə eyni şəkildə tutub. Artıq full body workout oldu. Bəli. Çünki full body nəyə deyirik? Ümumi bədən məşqi olacaq, amma hal-hazırda biz ayaq əzələ qrupuna aid olan hərəkətləri göstərməmişik. Onunla bir yerdə ümumi olacaq. Triceps üçün digər. Bu şəkildə buna. Necə də, burada göstərik. Bildiyimiz bazunun üç başlı əzələsi, triceps.
əzələyə nəzər salsaz görərsiniz ki, artıq yüklənməni yetərincə hiss edirəm. Yerimizi dəyişdik digər tərəfə və ya yenə aksesuar seti. Bunu iki əllə də eləmək olar, digər aksesuar seti ilə və ya bu şəkildə. Biz fərqli cür tutacaqlardan danışırıq. Aksesuar setindən söhbət düşmüşkən, mən istərdim ki, burada belə bir şey var. O manual dediyimiz, o avadanlığın üzərində olan əlavə aksesuardan bizdə yəni gördüyümüz digər aksesuarlar setlərindən əlavə belə bir mat da daxildir ora. Bu gördüyümüz dartınma hərəkətləridir üzərində və ya yerə qoyub yerə sərib. Biz burada rahatlıqla oturaraq kürək əzələsinə aid olan hərəkətini rahat şəkildə edə bilərik. İstər də izləyək. Yəni bu aksesuar setini götürürük. Sonra siz çəkini biraz artırarsınız. Bunun üçün bizə müəyyən dərəcədə orta çəki lazımdır. Sizi də çox yormaq 90 kiloqram istəməzdik. Yəni bu şəkildə. Burada baxın ayaqlar üçün yerdə var. Dayaq funksiyasını yerinə yetirir həmin. Yəni sırf bildiyimiz pulley avadanlığı kimi olmasa da lap professional şəkildə, amma ev şəraitində eləmək üçün yəni şəxsi istifadədə bu artıq hiss edə bilərik. Yəni yetərincə bu qısa amplitudda mən artıq yavaş şəkildə edərkən hiss etməyə başlayıram. Və ya bunu dəyişib endi bardan, light bardan da istifadə edə bilərəm. Və ya kəndir vasitəsilə biz burada arxa deltada, yəni çiyinin arxasında rahatlıqla işləyə bilərik hərəkət olaraq. Yəni yuxarıya meyilli istiqamətdə qalxdıqda çiyinin arxa yönü belə deyək də əzələlər aktiv vəziyyətə gəlir. Göbək istiqamətində dartdığımız zaman isə kənar kürək əzələləri aktiv halda olur. Və ya bu hərəkətlər bitərkən öz bədən çəkimizlə up crunch, yəni ayaqları bura söykədik. Yəni bu hərəkətləri edə bilərik. Yəni bu sadəcə örtü kimi istifadə olunur, həm də yoga mat kimi. Səhməm, keçək istəyirsiniz aşağı ətraflara, ayaq əzəllərinə, onu da göstərək. Maraqlı olardı ki, ayaq əzəllərini əhatə edən məşq hərəkətləri hansılardır və ümumilikdə nələri eləyə bilərik ki, ən əsas bildiyimiz quadriceps, bazunun iki başlı əzələsi. Yerimizi aldıqdan sonra yenə boyumuza uyğun və əzələ uyğun olaraq oturacağı tənzimləyirik. Tövsiyə olunur ki, quadriceps işləyərkən bu maksimal yuxarıda olsun. Dizləri keçirdik. Tam özümüzü arxaya söykürük və hansı ki, leg extension. Bəli, leg extension. Yəni şərt o deyil, biz yüksək ağırlıqlarla ayaq məşqini yerinə yetirmək üçün oturub durma hərəkətlərini edirik. Bax, bu idman qurusunda rahatlıqla icra edə biləcəyiniz çox sayda hərəkət var. Yəni bir şey deyim, biz bunu bir balaca aşağı saldığımız zaman daha çox dartınma olur və daha qısa amplitudda edə bilərik. Yəni bu yumşaq bədlər ayaqların əzilməsinin qarşısını alır, topuqsu. Digər ayaq hərəkəti biz aksesuar setindən istifadə edəcəyik. Sahibə bu gördüyümüz ankle strap daha çox gluts əzələlərinin inkişafında, içəri adduction hərəkətlərində istifadə olunur. Biz indi bu aksesuar setini sadəcə göstərmək üçün
ayağa bağladıq. Çəkini istərdim biraz yüngülləşdirək bu hərəkətdə. Mən sizə kömək edə bilərəm. Hə, bir 10 kiloqram qoyaq. Və salam. Bildiyimiz adduction. Bu ayağın iç nahiyəsi üçün nəzərdə tutmuş hərəkətdir. Gördüyümüz kimi elə Və ya yerimizi dəyişib, psoas daha çox reabilitasiya üsullarında, daha çox atletlərin hərəkətlərində istifadə olunur bu əzələ qrupu. Onurğanın aşağı hissəsindən bud sümüyünə bağlanan hissəsi və ya yenə pozisiyanı sadəcə dəyişirik. Pozisiyanı dəyişdik və yan tərəfə. biz bu formada elə kickback hərəkətini də Bəli. rahatlıqla Rear kick, bəli. Side kick və rear kick hərəkəti. Side kick və rear kick hərəkətini edə bilərik. Durduq. Yəni qısa zaman ərzində artıq mən əzələlərdə gərginliyi hiss edirəm. özə verir. Həm də Sahib müəllim, onu deyim, yavaş elədiyimiz zaman, bəlkə siz özünüz də diqqət edirsiniz, tez-tez deyil, tez-tez eləyəndə deyil, daha asta şəkildə eləyəndə Hissiyatlı biz şəkildə. daha bəli, hiss eləməliyik. Ağır çəki şərt deyil, sürətli şərt deyil. Biz hipertrofiya və inkişaf üçün deyiriksə, yavaş və Formal şəkildə hərəkəti icra edib bitirmək deyil də, Sahib müəllim, əgər personal məşqçi yoxdursa, biz yenə deyirik, əgər təcrübəsi varsa, biz əpp vasitəsilə avadanlığı seçim edirik, unik avadanlığını və biz burada gördüyümüz kimi yetərincə hər əzələ qrupu üçün fərqli hərəkət növləri var və göstərir. Məsəl üçün, chest press hərəkəti həm onu göstərir, həm də elədiyimiz məşqə əlavə edə bilərik və ya rutinlər məşqçilər vasitəsilə bizə dərslərə keçid alıb, dərsin çətinliyini artırıb, müəllimlə dərsə qoşula bilərik. Aydın Səbir müəllim bizə bu informasiyanı da son olaraq ötürdünüz, elə izləyicilərimiz üçün də yararlı bir məlumat olduğunu düşündüm. Çox sağ olun Sahib müəllim, sağ olun hörmətli izləyicilər, idman edək, sağlam qalaq. Belə dəyərli izləyicilər, biz artıq Telefitnessin bugünkü buraxılışında sonuna gəldik və ümidvarıq ki, göstərdiyimiz hərəkətlər və ümumi olaraq bu trenajör sizin üçün də maraqlı oldu. Növbəti həftədə yenidən birgə olmaq ümidi ilə sağ olun, sağlam qalın.